Hər vaxtınız xeyirli olsun. Şəxsi tikili, mərkəzdə şəxsi tikili belə bir həyət ev çıxıb satışa. Uzun illər əvvəl tikilmiş bir evdir. Tam yaşayışı olmuş, möhkəm bir evdir. Şəxsi tikili, hazırda da evin özündə yaşayış var. Masazırda mərkəzdə Əliağabay heykəlinin olduqca yaxın bir məsafədə yerləşir. Asfalt küçənin üzərində yerləşir. Məktəbi, bağçası, yaşayış obyektləri hər biri piyada məsafədədir. Bir neçə xırda nüansı var ki, nəzərinizə çatdıracağım. Evin giriş qapısı buradandır. Baxın, satıcı deməli buradan bu balaca qapının yanından, kalitkanın yanından əlavə bir giriş də qoyacaq buradan. Yəni maşın sərbəst şəkildə daxil ola biləcək. Evimiz 3 otaqdan ibarətdir. O xırda detallar yerindəcə danışa biləcəyik. Çox əla qiymətdən təklif olunur ev. Sənədi qutuya çıxarış tam mülkiyyətdir. 3 otaqdan ibarətdir. Əsas giriş qapısı buradadır. Geniş bir məhəllənin kənarında yerləşir. Öz həyətində ikinci bir evdir bu dəyərli izləyicilər. Sadəcə bəzi qeyd etdiyim kimi fərqliliklər olunacaq. Onları yerindəcə danışa biləcək. Torpaq sahəsi hardasa 1.6 sot eləyəcək. Baxın, bu birinci mərtəbənin döşəməsi opşi monolit beton istip olduğu mərtəbə orası da monolit betonlu. Klasik proyektdə inşa olunub bu hissə mətbəx sahəsi. Baxın, mətbəx sahəsi, interneti, televiziyası, qazı, suyu, işığı hər biri daimidir. Mərkəz kanalizasiya var. Bu hissələr bu qaydadadır. Əlavə əşyaların yığılması üçün nəzərdə tutulub. Və satış zamanı bir çox əşyalar qalacaq. Özünə şəxsi tikili ev axtaranlar mütləq əlaqə saxlasın. Qiymət də cəmi 83 min manatdan təklif olunur və alıcılarla razılaşmaq mümkündür. Bu hissə bu qaydadadır. Evin bir neçə xırda minusları var ki, onları da özünüz görürsünüz. Girişi çıxışı ayrıdır. Bu əsas üstünlüklərdən biridir. Daha sonra ikinci mərtəbənin girişi bu tərəfdəndir. Möhkəm fundament üzərində tikilib 50-50 karkaz beton fundament, mərtəbənin yekunda beton kəmər atılıb və deməli dam örtü izolyasiya olunub. Paket damdır ki, repetisiya ilə işlənib, kondisionerinə kimi qoyulub. Həyətyanı sahə bu qaydada olacaq. Gördüyünüz kimi bağı, bağçası. Bu mərtəbədə isə yerləşir deməli 2 ədəd yataq otağı və sanuzel. Burada belə bir şkaflar nəzərdə tutulub. Sidilmə ikinci mərtəbədə radiator vasitəsilə təchiz olunacaq. Deməli, gəlici dəyərli izləyicilər, bu mərtəbədə görürsünüz qapılar qoyulmayıb. Əgər istəsəniz, istəyiniz uyğun olaraq qoya bilərsiniz. Burada belə bir yataq otağı, otaq ölçüsü çox yaxşıdır. Buradan sanitar qovşağı var. Otağın özünə məxsus bu ailə üçün nəzərdə tutulmuş otaqdır. Burada şkaf üçün yerlər nəzərdə tutulub, şkaf qoyulub. Burada isə növbəti yataq otağı. Evin qiyməti 83 min manatdan təklif olunur. Əliağabay heykəlinə bu Ravvaraz marketi olduqca yaxın asfalt küçənin üzərində yerləşir. Ev sahibinin öz həyətində tikdiyi ikinci bir evdir ki, özləri həm burada, həm digər tərəfdə yaşayır. Bəzi xırda deməli kosmetik işlərə ehtiyacı var ki, onu da alıcı öz istəyinə uyğun olaraq tamamlaya bilər. Sənədi qutuya çıxarış tam mülkiyyətdir. Daha ətraflı məlumat üçün əlaqə saxlayın. Nömrəm 077 744 36 33. Sağ olun, hələlik.